Salam, axşamınız xeyir. Bəli, Bakı şəhəri Binəqədi rayonu Baksol adlanan ərazidə yanğın hadisəsi baş verib və biz də hazırda hadisə yerindəyik və əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, eyni zamanda polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Qeyd edək ki, mebel sexində baş verən yanğın ambarlara da keçib, lakin yanğının genişlənməsinin qarşısı alınıb və hazırda yanğın məhdudlaşdırılıb və tamamilə söndürülməsi üzrə işlər davam etdirilir. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin onlarla işçisi və texniki vasitələri yanğının tamamilə söndürülməsi üçün işlər görür və polis əməkdaşları da eyni zamanda ərazidədir və ərazinin təhlükəsizliyi tamamilə təmin edilib. Qeyd edək ki, Bakı şəhər Binəqədi rayonu Baksol adlanan ərazidə mebel sexində baş verən yanğın məhdudlaşdırılıb və tamamilə söndürülməsi üzrə işlər davam etdirilir. Mənim müsahidə çatdıracaqlarım bu qədər. Realı izləməyə davam edin.